6 qram ekvivalent X metalının müəyyən şəraitdə su ilə tam reaksiyasından 10 qram metal oksidi və hidrogen alınmışdır deyir. Reaksiyanın tənliyini yazın və metal nisbi atom kütləsini müəyyən eləyin deyir. Birincini həllini yazmaq üçün X üstəgəl O2 XO yazacağım. Çünki ekvivalentlidir deyir. Əmsallaşdıranda bura 2, bura 2 düşür. Reaksiyanın tənliyini yazdım. 2'ni yazanda reaksiya tənliyi burada var. 6 qrama 10 qram metal oksid isə normalda X üstəgəl 2 vurulsun. Deməli 6'ya 10'dursa 2X-a da 2 vurulsun X üstəgəl 16'dır. Buradan da biz X'i tapmalıyıq. Buradan da 2'ləri ixtisar eləsəm 10X bərabərdir 6X üstəgəl 6 vurulsun 16. Buradan 4X bərabərdir 6 vurulsun 16. X də bərabərdir 24. Cavabımız 2'nin həlli də bu.